Sizin keçmiş həyat yoldaşınız Anar bəy, bəli, Anar bəy mahnı oxumağa başlayıb. Yəni bunu məncə sizin acığınıza mı edir, yoxsa istedada olduğu üçün edir? Deyirəm, bu sualı özün cavabı. Qurban olum, mən qan salmaq istəmirəm. Bizdə də öyle. Mən heç vaxt heç kimin işinə qarışa bilmərəm. Yolu açıq olsun. Əlbəttə ki, mən də sizin qədər, yəni belə, Çox maraqlı gəlib. yəni bilmirəm bu sualın cavabını nə deyim. İmtina edirsizsə cavab. Haçansa belə bir suala cavab verəcəyimi bilmirdim doğrusu. Ay. Ona görə də Allah məni qorusun. Amin, amin. Allah Sizin hamını... suallarımızdan. Razı qaldınız cavabımla. Rövxan, Yəni. çox üzr istəyirəm. Onu mən verməliyəm. Yox, görmüsən bu narazıdır. Bu nə qalmaqala gəlmişdi bu. Mağazin verilişdən arasından. Yox, indi o sual hardan sizdə belə? Necə fikirləşdiniz? O dəqiqə hamını maraqlandıran sualdır çünki o. Bəli, son Acaba görəsən Röya nə deyəcək, nə deyəcək? ağzınızdan düşür. Röya da heç nə demir deyən qalıblar. Bir də sən söz deyim. Yo, Bütün çox sosial maraqlı şəbəkə. sualdı, heç gözləmədiyim bir sual idi. Təşəkkürlər. Gözləmədiyim sual olduğuna görə də belə cavab oldu. Amma hamının, hər kəsin yolu açıq olsun. Bu Amin. qədər yəni. Hə. Qane elədiniz siz? Niyə? Onu bilmirəm. Bir şey var mı? Tamam. Miyav miyav. Miya miya, yaxşı. Bax, mənim yerim olsaydın bu suala nə cavab verərdin? Susar. Bəs mən neynədim? Siz yolu açıq olsun. Az gir ha. Bir dəqiqə, bir dəqiqə. Bir dəqiqə. Anar bəylə olan mövzuya qayıtmaq istəyirəm. Orada mənə səmimi gəlmədi. Mən oradan sizdən gözləyirdim. Kim nə eləyir, özünə eləyir. Mən zaten birinci yerdəyəm, göz qabağındayım. Nə eləsə də mənə çatmayacaq. Mən heç Sualını vaxt belə gözləyirdim. bu suallara, bu kimi suallara elə cavablar heç vaxt gəlməyəcək. Bilirsən niyə? Çünki orada mənim övladım var. Heç kim, heç nə ondan artıq deyil. Zarafat bir yana.